Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi. Bugünkü vloqum ötən vloqumu izləyən qızlar bilir ki, bugünkü vloqum ötən vloqumun ardıdır. Yəni ikinci hissəsidir. Belə qızlar başladım hazırlıqlara, yarpaq dolmasını bükməyə. Qaynatamın doğum günüdür. Onun üçün hazırlıqlar bizdə edirik axşam üçün. Belə qızlar yarpaqlara başladım. Biraz qaynar suda yudum təmiz-təmiz qaynar suda biraz pörtdüm ki, yumşaq olsun, rahatlıqla büküm. Qızlar bu yarpaqlarda vaxtında, yəni yarpaqların vaxtında özümüz qoymuşuq. Hətta videoda çəkmişdim tam videosunu ətraflı ki, necə qoyuruq. Həmin bağladığım yarpaqlardır ki, indi lazım olduqdan açıb istifadə edirik. Belə qızlar biraz da pörtüb yumşaltdıqdan sonra başladım. Çayımı da içib başladım yarpaqları bükməyə. Bu arada salatları da kök, çuğundur, yumurta, kartof, belə toyuğun sinə ətini əlavə qoydum hər birisini qaynamağa ki, axşama salatları da hazırlayım. Salatları çalışıram ki, əgərsə axşama hazırlıq edirsə, elə həmin günü də salatları hazırlayım. Bir gün öncədən hazırlamıram. Elə çalışıram ki, həmin günü hazırlayım. Və belə qızlar salatın da kökünü, yer kökünü, yəni çuğundurunu, kartofunu atdım qaynasın.
qoydum, yəni qazana qaynasın. Sonra ördək ləvəngçisi də edəcək. Axşama 2 dənə ördək ləvəngçisi. Mən də ördəkləri qəşəngcə turşuladım, duzladım, isti otladım, qoydum. Ana da içərisinə ləvəngçisini hazırlayıb yığsın, qoyaq bişməyə. Axşama qədər yavaş-yavaş bişsin. Burada toyuğu da doğrayıram. Çıxartmışdım, buzu açılmışdı, doğradım. Sonra keçdim. O vaxta qədər də artıq salatın ərzaqları qaynamışdı. Onları bir-bir soyub qabığını başladım salatı hazırlamağa. Belə qızlar, ilk öncə çuğunduru salatını hazırladım. Burada rulet formasında bükdüm. Orta hissəsinə qoz ləpəsi əlavə etdikdən sonra rulet formasında büküb, ərzaqları çox olduğu üçün biraz qalın olmuşdu. Mən də doğradım, elə süfrəyə qoydum, amma çox qəşəng idi, yəni bəyənildi, dadı qəşəng idi, dadlı idi. Sonda üzərinə də doğradıqdan sonra qoz ləpəsi əlavə etdim. Amma qızlar, həmin hissədə video yeri, yəni dolmuşdu videoda telefonumda. Onun üçün çəkiliş etməmişdi. Telefonun yaddaşını biraz da azaldıb, sonra keçdim lavaş salatını hazırlamağa. Burada da bu qayda tez bazar salatı da hazırladım, bükdüm, doğradım, yığdım qablara.
Və qızlar, belə salatlar da artıq hazırdır. Bu çuğundur salatıdır. Üzərinə də qozla belə şüydlə bəzəmişəm görüntü üçün. Sonra bu da lavaş salatıdır. Ləvəncini də ana içərisinə hazırlamışdı. Ləvəncisini qoyduq ördəyin içərisinə və qoyduq bişməyə. Belə plovu da dəmə qoyub qoyduq qazın üzərinə bişməyə. Mən də keçdim süfrəni hazırlamağa. Axşama qaynımgillər də gələcək, geldiklərim, qaynlarım gələcək. Birlikdə oturub yeməyimizi yeyəcəyik. O vaxta qədər mən də süfrəni hazırladım. Salatları hazırladım ki, hazır rahat olsun. Və belə qızlar, qaynım da cildə gəldi. Yeməklərimizi çəkdik, oturduq yeməyimizi yeməyə. Dediyim kimi bu gün atanın doğum günü idi. Allah sağlam ömür versin. Neçə gözəl yaşlarını qeyd edək inşallah birlikdə. Belə qızlar, videonun sonuna gəldik. Sonda yeyib yığışdırdıq, yuduq, yerləşdirdik. Sonra da tortumuzu kəsdik. İçərisini də sonunda göstərəm. Ötən vlogumda tortun hazırlamağını da göstərmişdim. Ətraflı resepti də kanalımda var. İstəyən daxil olub baxa bilər. Belə qızlar, videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.